Məncə 1 stəkan duru yağlı 70 ədəd peçeni hazırlamaq mümkündür. Bunun üçün bir qaba qatıq, şəkər tozu, yumurta, vanil, qabartma tozu və duru yağ əlavə edib qarışdırırıq. Mən divo yağından istifadə etdim. İtaliya məhsuludur. Bütün bişirmə, qızartma, salat və şirniyyatlara can rahatlığı ilə istifadə edə bilərsiniz. Ən sonda un əlavə edib xəmir yoğururuq. Ələ yapışmayan yuyub yumuşaq xəmir alınır və təxmini 10 dəqiqə dinləndiririk. Mən xəmiri kündələrə bölüb yayıram. Siz istəsəniz bütöv yaya bilərsiniz. Hər kündəni yayıb üzərinə yumurta ağı sürürük və istədiyiniz qədər şəkər tozu əlavə edirik. Peçenyaları 170 dərəcədə təxmini 15 dəqiqə bişiririk. Üzəri xırçıltılı, içi yumuşaq, çox dadlı peçenyalar alındı. Nə vaxt tez bazar bir şirniyyat hazırlamaq istəsəniz, mütləq bu reseptdən istifadə edin. Bu arada videolarımı bəyəndiyiniz üçün, xoş sözləriniz üçün hər bir izləyicimə təşəkkür edirəm. Sağ olun, hələlik.